Şəhətdə bu da boylar hamısı boşdur da, qatval. Bu da o dərədə bax yaşıllıq göçməni bax. Onlar hamısı öydə, elli köçüb çıxıb gedib. İndi kimin pulu var? Retk adam gəlir burada öz için bir yuva qayırır, ancaq olmayan mən kimi bu da bax bu mən divarlarım bax. Budur. Belə kasıb yaşayıram. Bax belə kasıb yaşamışam. Bildim, bura sizin evdə. Hə, mən burada yaşayıram. Deməli sizin Bu onda mənim atamın evidir. qonşularınız var idi burada, köçüb gediblər. Hə, yoxdur, köçüb gediblər. O sizə necə təsir edir qonşularınızın buradan keçməyi? O tənhalıq, nətər qonşular adam biri-birinə gedər münasibət olar. Tək yaşayan adam nətər olar? Tənha olar da. Tənha yaşayır. O sizə çox pis təsir eləyir. Pis də eləməsə, yəni çıxırsan kimisə görsün, o ilə içi söhbət eləsin, ürəyin boşalar. Uşaqlar məktəbdən gəlir, görürsən, şəllənirsən, 2 uşaq var burada, cəmiyyət var, çıxırsan 2 kəlmə danışsan. Olmasa yox. Əvvəl amma insanlar çox idi da burada. O vaxtda qədimdə bu qədər fərli olmublar da, savadlı olmublar. Hamısı besavad olub, bu qaçan olmub. Elə hamı bir məkanda dayanıb, hamı biri-birinə qonşuluq eləyib. Ancaq indi eləyən yox. İndi yoxdur, hamı köçüb gedib. Bax da, bu evlər hamısı boşdur. Köçüb böyük şəhərlərə gedirlər. Hara gediblərsə indi gediblər də. Kimin harada günü xoş keçirsə, bax ora gedir.